Ya Allah, Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Esselamu aleyküm, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar. Bugün sizə mətluba istəyi qəbul etdirmək haqqında dua təqdim edəcəyik. Nədir bu? Yenəcək bir şey üzərinə 170 dəfə bunu oxuyub mətluba və yaxud mətlublara yedirsən, hər kim ondan yesə, nə istəsən hacətini verərlər, qəbul edərlər. Oxunacaq budur. Burada ərəbcəsi də var, tərcüməsi də var, necə oxuya bilərsiniz. Nədir məsələn? Ailənizdə məsəl üçün nəsə istəyirsiniz, ailənizdən qəbul etmirlər. Köçməkmi, qalmaqmı, hər nəsə. Övladınız sözünüzə baxmır, əriniz istədiyinizi eləmir. Yeyiləcək bir şeyə, məsəl üçün yemək üzərinə, meyvə üzərinə, oxuyaraq bunu onlara yedizdirdikdə istəyinizi qəbul edərlər. Bununla bağlı çoxlu suallar gəlir, xüsusən xanımlardan, gəlinlərdən ki, yoldaşımız bizə qulaq asmır, sözümüzü eşitmir. Fərqi yoxdur. Bəylər də xanımları onları dinləsin deyə bunu edə bilər. Yəni fərqi yoxdur. Kim kimə edirsə, yəni pis məqsədlər üçün deyil bu təbii ki. Pis məqsədlərlə bağlı etsəz də bir xeyri olmaz. Buna kütləvi də yetişdirilə bilər. Məsəl üçün, bir qazan yeməyi oxudun, bütün ailə üzvlərin o yeməkdən yedi, evdə sənin sözün eşidilər. Məncə, ailə ilə bağlı, ailədəki problemlərin həlli ilə bağlı gözəl bir işdir. Digər bir xahişim odur ki, kim ki istifadə eləsə, şərhlərdə geri dönüş edib, yazsın ki, nə dərəcədə xeyri oldu. Digər onlardan sonra izləyənlər də şərhləri görsünlər, eləyib eləməyəcəkləri haqqında dəqiq bir qərara gələ bilsinlər. İzlədiyiniz üçün sağ olun, Allah əmanət olun.